Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin 28 may Müstəqillik Günü ilə bağlı xüsusi reportajları, müsahibələri davam edir. Bu dəfəki qonağımız İsveçdə yaşayır. Azərbaycan Xalq Parlamentinin, eyni zamanda Azərbaycan Milli Müqavimət Hərəkatının Yüksək Məclisinin üzvüdür. Analitikdir, politoloqdur, siyasi şəxsçidir. Eyni zamanda diaspor fəallarımızdan biridir. Söhbət Əlinur Əliyevdən gedir. Əlinur Əliyevlə 23 aylıq Xalq Cümhuriyyəti barədə danışacağıq. Xalq Cümhuriyyəti bizə nə verdi? Eyni zamanda 28 may Müstəqillik Gününün mahiyyətini bugün tam olaraq başa düşə bilirikmi? Və Azərbaycan xalqının xaricdə yaşayan nümayəndələri, yəni diaspor fəallarımız bu günü ölkəmizdən kənarda necə qeyd edirlər? Bu istiqamətdə danışacağıq. Ümumiyyətlə 28 may Respublika Gününün fəlsəfəsini açmağa çalışacağıq. Əlinur bəylə söhbətimizi, daha doğrusu ondan götürdüyümüz müsahibəni sizə olduğu kimi təqdim edirik. Mən hər şeydən əvvəl OTV kanalına və bu imkanları yaradan hər kəsə təşəkkür edirəm. Eyni zamanda həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı 28 may Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. 28 may sadəcə təqvim günü deyil, bu xalqın dövlət olmaq iradəsinin, milli ruhunun və azad yaşamaq istəyinin tarixidir. 28 may bugünkü gün bizlər üçün ən önəmli bir gündür. Azərbaycan xalqı şərqdə ilk dəfə cümhuriyyət qurdu. Azərbaycan xalqı şərqdə ilk dəfə parlamental idarə olunan sistemlə dövlətçilik ideologiyasının təməlini qoydu. Və Azərbaycan xalqı, ümumiyyətlə biz bir millət olaraq uzun əsrlərdir, uzun illərdir hər zaman genimizdə, şuurumuzda dövlətçilik ideologiyasını yaşatmış, yaratmış bir xalqıq. Yəni demək istədiyim odur ki, bütün tariximizə, keçmişimizə nəzər saldıqda biz yalnız bir şey görürük. Bizim xalqımızın genində, qanında, ruhunda mübarizə var. Azadlıq mübarizəsi var. İmperializmə qarşı mübarizə var. Köləliyə qarşı mübarizə var və biz mübariz bir xalqıq. Mübariz xalq olaraq hər zaman tarix boyu dövlətlər qurmuşuq. Tarix boyu müxtəlif imperialist ideologiyalara qarşı mübarizələr aparmışıq və hər zaman da qalib gəlmişik. Və gələcəkdə. Bu bizim bir daha xatırlatmaq istəyərdim ki, genetik olaraq, genetik kodlarımızda yəqin ki vardır. Üzr istəyirəm. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti bu xalqa hər şeydən əvvəl dövlət olmağı öyrətdi. Azərbaycan xalqı ilk dəfə öz bayrağı, öz parlamenti, öz ordusu və öz siyasi iradəsi ilə dünyaya göstərdi ki, biz sadəcə idarə olunan toplum deyilik, dövlət qura bilən millətik. Şərqdə ilk demokratik respublikanın qurulması böyük tarixi hadisədir. O dövrdə qadınlara seçmək, seçilmək hüququ verilməsi belə çox böyük addım idi ki, Avropanın müxtəlif dövlətlərində belə bu hələ yox idi. Milli ordu yaradıldı. Devlet dili müəyyən olundu.
parlament formalaşdırıldı. Təsəvvür edin, 108 il bundan öncəni danışırıq. Ən önəmlisi isə xalqın içində milli şuur və istiqlal ruhu formalaşdı. Bugün Azərbaycan adlı dövlət yaşayırsa, onun təməlində əlbəttə ki, Rəsulzadələrin, Topçubaşovların, Əbülfəz Elsibəylərin imzası var. Və o dövrün fədailərinin qoyduğu dövlətçilik düşüncəsi məhz bu dövlətçilik ideologiyasında ən önəmli, ən vacib elementlər kimi dayanır. Məncə hələ tam başa düşmürük, çünki 28 may sadəcə bayram günü deyil. Bu tarix xalqın öz taleyini sahib çıxmaq iradəsinin tarixidir. O insanlar dövlət qurmaq üçün rahat həyatlarını yox, mübarizəni seçdilər. Sürgün gördülər, ailələrini itirdilər, təqiblər yaşadılar. Amma geri çəkilmədilər. Məhəmməd Əmin Rəsulzadənin oğlu Rəsul repressiyanın qurbanı oldu. Ailəsi böyük faciələr yaşadı. Amma onlar yenə də milli davadan vaz keçmədilər. Bir kərə yüksələn bayraq bir daha enməz, sözü sadəcə şüar deyil, qanla yazılmış andır, bir tarixdir. Bugün 28 may ruhunun yaşatmaq istəyiriksə, onda dövlətçilik düşüncəsini, milli birliyi və xalqın iradəsini qorumalıyıq. Dövlət xalqındır və xalq öz dövlətinin sahibidir, sahibi olmalıdır. Baxın, bu yolda bugünkü gün ən fəal ictimai fəaliyyət göstərən bildiklərdən biri məhz Milli Müqavimət Hərəkyatıdır. Azərbaycan Milli Müqavimət Hərəkatı yarandığı andan bugünə qədər yalnız və yalnız məhz bu düşüncələr uğrunda həyatımızın formalaşması üçün müxtəlif cür mübarizələr apararaq müxtəlif şəraitlər yaratmışdır. Birlik şəraiti. Təsəvvür edin, bir təşkilat və oradakı ictimai siyasi fəallar həyatlarının böyük bir qismini məhz bu ideologiyanın ayaqda qalması üçün, yaşaması üçün fəda edirlər. İnsanlar var ki, mən tanıdığım bizim təşkilatda elə insanlar var ki, gecə gündüz yatmırlar. Yəni, ailə, sosial problemlər hər kəsdə var. Ancaq bunların çalışdığı, bizim çalışdığımız bir ondan ibarət ki, milli birliyimizi əldə edək. Dövlətçilik ideologiyasını yaşadaq. Xalqın birliyi çox önəmlidir. Hər tədbirdə, hər bir siyasi, ictimai proseslərdə xalq iştirak etməlidir. Buna nümunə olaraq məhz Azərbaycan Milli Müqavimət Hərəkatının fəaliyyəti nəticəsində Azərbaycan Xalq Parlamenti formalaşdı. Bu böyük bir projedir. Belə ki, xalqımızda da sir deyil, bütün dünya da bunu bilir ki, Azərbaycanda bugünkü gün fəaliyyət göstərən Milli Məclis xalqın iradəsini, xalqın problemlərini, xalqın fikrini və dövlətçilik düşüncəsini özündə qoruyub saxlaya bilmir. Bu sahədə heç bir addımlar atılmır. Sosial baxımdan millət vəkilləri hansısa bir xalq düşüncəsi ilə, millət düşüncəsi ilə, deyək ki, gələcəkdə yaşamaq imkanlarının yaxşılaşması üçün hər hansısa bir qanunlar qəbul etsin. Xeyr,
bu yoxdur. Yalnız öz özəl həyatlarını və məmur həyatının yaxşılaşması üçün hansısa qərarlar, addımlar atılır, qərarlar qəbul olunur. Bu xalqın iradəsini təmsil etmir. Mən əminliklə deyə bilərəm ki, bir xalqın seçim etdiyi millət vəkillərindən biri olaraq Azərbaycan Xalq Parlamentində bugünkü gün fəaliyyət göstərən Azərbaycan Milli Məclisdə heç bir millət vəkili bir nəfər belə olsun Azərbaycan xalqının iradəsinin, söz azadlığının, fikir azadlığının, seçim azadlığının nəticəsi olaraq o masada əyləşməyib. Yoxdur onların arasında elə birisi. Təyinatla millət adından millət vəkili statusu alaraq devlət formalaşdırmaq, devlət idarə etmək cinayətdən başqa bir şey deyildir. Bu mənim şəxsi fikrimdir əlbəttə ki. Çünki xalqın, millətin hər zaman seçmək, seçilmək imkanı olmalıdır. Bunu babalarımız bizə 108 il bundan öncə öz canlarını, öz ailələrini qurban verərək əmanət ediblər. Və biz bunu yaşatmağı bacarmalıyıq. Yaşadacağıq da. Biz xalq olaraq bunu yaşadacağıq. Çünki bayaq da qeyd etdiyimiz kimi bizim xalqımız tarix boyu devlətlər qurmuş, tarix boyu azadlığı uğrunda mübarizə aparmış bir xalqıq. Biz mübarizə yolunu da, siyasi təbliğatı da, ictimai fəaliyyəti də genetik olaraq dünyada daşıyıcı millətlərdən biriyik. Xaricdə yaşayan Azərbaycanlılar 28 may müxtəlif tədbirlərlə qeyd edirlər. Bayraq yürüyüşləri keçirilir, görüşlər, tədbirlər, anım proqramları təşkil olunur. Bu əlbəttə vacibdir. Amma mən hesab edirəm ki, diaspora fəaliyyəti yalnız bayram tədbirləri ilə məhdudlaşmamalıdır. Yəni, diaspora özgür olmalıdır. Diaspora müstəqil fəaliyyət göstərməlidir və diaspora milliyyəti, devləti təmsil etməlidir. Təmsil etməyi özündə daşımağı bacarmalıdır. Birliyi, xalqın, xaricdə yaşayan insanların, vətəndaşların ətrafında, öz ətrafında birləşməsini, birləşdirməyi bacarmalıdır. Bunun üçün mütləq və mütləq ki, ziyalıların ictimai fəaliyyət göstərməsi çox önəmlidir. Diaspora hansısa məmurların bugünkü gün sanki şəxsi bir ofisinə çevrilib, vəkillik kontorasına bənzəyir və müxtəlif üsullarla devlət büdcəsini talamaqla məşğuldur. Uğursuz layihələr, yersiz hesabatlar, büdcənin bir hissəsinin diasporaya axını və korrupsiya açıq aydın üzdədir, görsənir. Ora ayrılan maillələr məhz millətçilik, devlətçilik naminə xərclənən pullar kimi sayılmır. Bunu diaspora rəhbərləri də çox gözəl bilir, xalqımız da çox gözəl anlayır və mən təklif edirəm ki, belə şeylərə son qoyulsun. Mən təklif edirəm ki, diaspora olaraq biz güclü bir diaspora sahibi olaq xaricdə. Millət olaraq bizim güclü diasporamız olmalıdır. Bütün sosial məsələlərdə, ictimai məsələlərdə diaspora öndə olmalıdır. Hər sahədə vətəndaşın yanında olmalıdır və vətəndaşın yanında olmağa imkanlarını bacarmalıdır ki, vətəndaş onun yanında olsun, diasporanın ətrafında olsun. Bunun üçün o gözəl xalqımızın böyük imkanları var. Millət olaraq ziyalılarımızın
burada səfərbər olması çox önəmlidir. Əsasən də deyək ki, ictimai sahədə, təbliğat sahəsində, dövlətçiliyin təbliğatı bunun siyasi hakimiyyətlə heç bir əlaqəsi yoxdur. Hakimiyyətlər gəldi gedərdir. Hakimiyyət hansısa bir siyasi partiyadır. Bugün var, sabah daha yenisi gələcək. Ancaq bu yenisini hakimiyyətə gətirmək üçün xalqın iradəsi ortada olmalıdır. Xalqın iradəsi ortada olması üçün xalqın dövlətçilik düşüncəsi inkişaf etməlidir. Dövlətçilik çox önəmlidir. Yəni, bir daha qeyd edirəm, biz kölə bir xalq deyilik, kimisə köləsi olaq, kimlərsə bizləri idarə etsin. Biz xalq olaraq öz dövlətimizi özümüz idarə etməliyik. Xalqın iradəsi ilə idarə etməliyik. Sonda bir daha xalqımızı 28 may Müstəqillik Günü münasibəti ilə təbrik edirəm. İnanıram ki, milli birlik, dövlətçilik düşüncəsi və xalqın iradəsi qorunduqca Azərbaycan dövləti yaşayacaq və daha da güclənəcək. Biz bunu dövlət sevgisini, bir milli birliyi son tarixlərdə, bu yaxın tarixdə, son zamanlarda bütün dünyaya məhz 44 günlük vətən müharibəsində yetərincə xalq olaraq, millət olaraq təqdim etdik. Bütün dünya gördü ki, Azərbaycan xalqı sıradan bir xalq deyil, kölə təfəkkürlü bir xalq deyil. İstədiyi an, istədiyi zaman, istədiyinə nail olan bir xalqdır. Dövlətçiliyimiz var olsun, millətimiz var olsun, xalqımız var olsun. Bayrağımız hər zaman daim yüksəkliklərdə uzaldılsın. Sizlərə böyük hörmətlə Əlinur Əliyev, Azərbaycan Xalq Parlamentinin millət vəkili, Milli Müqavimət Hərəkatının üzvü, ictimai, siyasi, fəal, müstəqil araşdırmacı. Təşəkkür edirəm. Çox sağ olun. Bir daha bayramınız mübarək olsun. Əlinur bəy Əliyevə maraqlı və ətraflı cavabları üçün təşəkkür edirik. Sizin isə bir daha bayramınızı təbrik etməyi özümüzə borc bilirik. Sonda isə bir nüansı vurğulamaq istəyirəm və həmişəki kimi xatırlatmaq istəyirəm, hörmətli tamaşaçılar. Videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı və ən əsası şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti bayramlarda görüşənədək.